qoyunu soymağın fərqli metodları var. Bəzi insanlar yerdə başlayır. Mən biraz başlayıb sonra yuxarı asıram, belə soyuram. Məsələ nədir? Heyvanın üstündə budun qurtardığı yerdən belə qırmızı bir nazik ət təbəqəsi başlayır. Bütün karkasın üstünü örtür. Buna ingilislər deyirlər rose meat. Yəni qızıl gül əti. Niyə bunu ingiliscə deyirəm? Çünki Azərbaycanda bunu öyrədən bir mənbə yoxdur. Nə işə yarayır bu? Soydunuz, gəldiniz, bura çatdınız. Burada bu əti zədələsəz, bir hissəsi parçalanır, dərin üstündə qalır. Bir hissə burada səliqəsiz olur üstü. Amma çalışsaz ki, maksimum bunun başladığı hissədən ət, qırmızı ət tamamilə heyvanın üstündə qalsın, onda dəri də çox səliqəli çıxır. Bununla dərinin arasında nazik belə təbəqə var, soyulur gedir. Əllə də soyursunuz, bıçağa ehtiyac olmur heç. İndi, biz bu videonu niyə çəkirik? Azərbaycan dilində təəssüf ki, mənbə yoxdur. Bununla bağlı bir çox sahələr də yoxdur, ancaq belə əyləncə videoları var. Aşpaz videoları deyəndə də 100 qram ondan 100 qram bundan tökdün, qarışdırdın, xampulov oldu kimi reseptlər var. Amma mənə, bax bunu buradan 1, 2, 3 say, buradan xətti qoy, kəs deyən bir mənbə yoxdur. Bu ətin adını da Azərbaycanca mən bilmirdim. Bir neçə gün əvvəl Şəkidən aşpaz dostumuz var, Ramin. Ondan soruşdum, dedi ki buna alıq deyirik. Fərqli bölgələrdə necə deyilirsə ya da Azərbaycanın lüğətində necədirsə bu söz, bu üstdəki nazik təbəqə olan hissə deyərsiniz, onu da sonra qeyd eləyərik. İkinci məsələdə ətrafınızda peşəkar aşpazlar ya da qəssablar varsa, bir telefondur da, tutun, çəkin, adam da danışsın, izah eləsin. Bunu sürətlə bir parçalama videosu eləyib peşəkarlığını göstərmək məqsədi ilə yox. Mənim kimi adamlar, mən bunun onurğasını hardan kəsməliyim ya da quyruğu necə çıxartmalıyım ki, çox əziyyətlidir dəridən quyruğu çıxartmaq. Onun daha asan texnikası varsa adam izah eləsin, biz də internetdə oturaq, baxaq. Rusdan, türkdən ya da ingilisdən öyrənməyə möhtac olmayaq. Bu qədər. Mövzu bu idi. Bu ət və Azərbaycan dilində internetdə mənbələri artırmaq. Bizi izləməyə davam edin.